Qadınlar qadınlarla işləməyi biraz çəkinirlər. Bu balansı necə qoruyub saxlaya bilirsiniz xanım olaraq? Aytən xanım, xanımlarla işləməkdən o qədər məmnunam ki, xanımların qadın həmrəyliyi deyilən anlayışı mən xanımlarla işləyə-işləyə hiss edirəm ki, biz ünsiyyət vaxtı, xanımlarla fikir mübadiləsi vaxtı o duyğunu yaşayıram. Bəs bu balansı qorumaq, əldə saxlamaq və ya bu necə olur? Bilirsiniz, biz insan olaraq hər zaman bir-birimizi duyuruq və xanımlarla ünsiyyət vaxtı xanımlara qarşı olan mənim niyyətimi onlar hiss edir. Və niyyətdən dolayı energetik olaraq artıq onlar sanki hazır olurlar o ünsiyyətə.